Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugünlerim ben ev usulü soğuk çayın hazırlanmasını sizinle bölüşeceğim. Eğer sizin için de maraqlıdırsa videomu sona kadar izleyip beğeni atıp abone olmayı unutmayın. Ben 6 adet şaftaldan istifadə etdim. Şaftalları tertemiz yudum, 2 hissəyə böldüm. Tumlarından aralayıb nazik doğradım. Bir dilimde limon kəsib qazana yerləşdirdim. Ocağın üzerine koydum. 5 stəkan su əlavə etdim. 2 stəkan da şəkər tozu əlavə edib ocağın altını yandırıb qaynamağa qoydum. Marketlərdə tərkibi bilməyən həmən bu çayları uşaqlarınıza istifadə etməyə qoymayın. Artıq hazır oldu demək olar. Kənarda çay dəmlədim. Çünki bu dəmdən biz istifadə edəcəyik. Çayın içərisində 2-3 ədəd mixək atdım. Süzgəcdən keçirib tam süzdüm. Artıq hazır oldu. Videomu sona kadar izlediğiniz için teşekkür ederim. Eğer siz de bu cür hazırlasanız uşaqlarınız çox bəyənəcək. Allah'a emanet olun. Göz haqqınızı halal edin. Hazırlayın. Hər kəsə nuş olsun.